Birinci sualdan başlayaq. Mən yazıram, Aytəkin. Mən yazıram. Birinci sualdan başlayaq. Birinci sualın nə olduğunu hamınız müəyyənləşdirə bilmişdiniz, yoxsa ətrafınızdakı dostlarınızdan və yaxud da yazanlardan mənimsədiniz? Səmimi şəkildə. Yox, sualı yazmağı demirəm. Əməliyyatın nə olduğunu. Baxın uşaqlar, mən suala baxanda birinci səfər, deyək ki, bu sualı mən də birinci səfərdə görürəm. İlk öncə cümləni tam axıra qədər nə deyirsə onu oxuyacağam. Deyir ki, X müəssisənin rəhbərliyi tərəfindən verilən tələbnaməyə əsasən, deməli rəhbərliyin bir istəyi var burada. Müəssisənin təsərrüfat şöbəsinin əməkdaşı Əhməd Rızayevdən sonra başlayır Əhməd nə edəcəkləri ilə bağlı. Ayın kommunallarını, ofisin tələb olunan ləvazimatlarını, eyni zamanda 3 gün bundan əvvəl daşınmasını etmiş bir şəxs var bizim üçün. Ona olan borcumuzu ödəmək üçün kassada 1400 manat pul götürmüşdür. Yəni Əhməd Rızayev kassadan pul götürüb. Əhməd Rızayev kim idi? Bizim təsərrüfat şöbəsinin əməkdaşı idi, şirkətin işçisi. Əhmədin kassadan maaşdan əlavə pul götürmə ixtiyarı varmı? Xeyr. Bir şəkildə var ki, əgər Əhməd təhdil olarsa, yəni şirkət üçün gedib nəsə eləyəcəksə pul götürə bilər. Biz də ona təhdil hesab deyirik. O zaman məndə bir sual işarəsi yaranır. Təhdil hesab şəxs aktiv hesabı idi mi, yoxsa yox? Bəli, mən təhdilə pul verirəm, təhdil də o pulu xərcləyir. 244 nömrəli hesabı idi və təhdil aktiv hesabdır. Aktiv hesablar harda artırdı? İkinci sualım. Aktiv debit də artırdı. Deməli, onda təhdil artanda mən onu debitə yazacağam. Hələ bilmirəm, mən artır-artmır. Hələ bəri başına təhdili kodlayıram beynimdə. Deməli, təhdili artında debitə yazacağam, azalanda kreditə yazacağam. Əməliyyatın birinci tərəfi nə idi? Mənə deyir ki, təhdil kassadan 1400 manat pul götürüb. Kassadan dedi bu. Deməli, ödəniş kassadan başlayıb. Ödəmə əməliyyatı var. Ödəmə varsa mənim pulum azalacaq. Aha, pulum azalır. Hardan ödəyib deyir, kassadan ödəyib deyir. Deməli, kassam azalacaq. Kassa aktiv hesabı idi. Bəli, aktivdir, puldur. Aktiv hesab azalırsa bunu mən nə edirdim? Aktivləri kreditdə yazırdım. O zaman başlayıram birinci əməliyyatımı qurmağa. Verdiyim sualların cavabına əsasən debit seçirəm, kredit seçirəm və məbləğimi qeyd edirəm, deyək ki. Müəyyənləşdirdim ilk əməliyyatımda nəyi? Ki, pulu ödəyəcəm, ödəmə əməliyyatım var. Ödədiyim üçün pul azalacaq, pul aktiv olduğu üçün azalanda mən onu kreditdə yazacağım. Gəlirəm kreditdə, altına bir dəqiqə, niyə deyə bilmirəm? Bir dəqiqə. Çox yer götürəcək, onu da belə apara bilməyəcəm. Bəli. İlk əməliyyatımız pulun alınması əməliyyatı olması lazımdır. Mən birinci qeyd edəcəm pulumu qeyd eləməyi seçirəm. Pulumun azalmasını. Çünki ən gözəl bildiyim şey odur. Pul artanda debitə yazılır, azalanda kreditə yazılır. Pulu yazıram kreditə 221 kassa qeyd elədim. Nə qədər pul idi? 1400 manat. Bu pul artıq hara gedir? Kimə verirəm mən bu pulu? Kassadan çıxdı gedir. Bəli, artıq bilirəm ki, təhdələ verirəm mən pulu. Çünki əməliyyatı müəyyənləşdirmişəm, axı ki, bu təhdəldir. Təhdəlin hesab nömrəsi lazım olur. İlqar müəllim, təhdəlin hesab nömrəsi nə idi? 244. Qeyd edirsən 244. Yəni, daha dəftər vərəqləmirsən, əgər yadında deyilsə. Nömrəni də bilmədin, İlqar müəllim sizi qoyub burada gedib, başqaları ilə iş müsahibəsindəsiz, nə bilim, imtahan yoxlayıcınız var, şirkətdə iş müsahibəsi. İlqar müəllim yoxdur axı orada. Sözünü yaz dur qırağa. O səndən nömrə tələb edə bilməz yəni. Yazırsan, tək yazıram buna ki, çox şey getməsin, ya da qoy belə qalsın. Təhdər hesabı. Pulu verdim. Pulu təhdər götürdüm və getdi. Mənim əməliyyatım bitib. Kassir olaraq və yaxud mühasib olaraq əməliyyatı bitirdim və prosesə davam edirəm. Təhdər gedib pulla nə edir? Kommunalları ödəyir deyir şərtdə, ofis ləvazimatları alır deyir şərtdə və borcu ödəyir. Düzdürmü? Mən indi bunu kim eləyir? Təhdəl eləyir də. Təhdəl bir aktiv hesabı idi. Ödəyən tərəf təhdəldirsə artıq təhdəl azalmalı deyil. Məntiqlə. Hamı razıdır məndən bu fikirdə. Təhdəl azalanda aktiv hesab olduğu üçün hara yazılmalıdır? Aha, bir kredit buradadır. Yazacağım kreditdə 144 təhdəl. İndi axtarmalıyam nəyi? Təhdəl nəyi ödəyir?
Təhdər kommunalı ödəyir. Kommunal mənim müəssisəmin nə idi? Xərcidir. Öhdəliyi olması üçün mən o kommunalı hesablaya bilməliyəm. Təhdər bu cari ayın əməliyyatlarını ödəməyə gedir. Nə qədər xərc varsa onu ödəyəcək. Əlində çeklər gedir emanata ödəməyə, bəli. Gəlirəm. 721 seçdim. 711 də seçə bilərsiniz. 731 də seçə bilərsiniz. Buna qarışmaram. Niyə qarışmaram? Çünki ödənişin təyinatında sənə sualda deyilməyib ki, bu mağazanındır, bu ofisindir, bu istehsalat obyektinin kommunalıdır deyə sənə informasiya verilməyib. Ona görə sadəcə ora istədiyin bir xərci seçə bilmən lazım. Yəni maliyyə xərci xaric. Yəni 751 falan yazmayın da. 721 seçdim. Məbləğim nə qədərdir mənim kommunala görə? 120 deyil. Hamısı da kommunal ödəyirəm də. Bunu mən bunu bir hamısını niyə yazım ki yəni? Xərc yazıram zaten. Bəli, 240 manat qeyd eləyəcəm. 240 manat. Sonra nə var idi orada? Ofis ləvazimatları deyir. Var 400 manatlıq. İndi gəlirəm. Tamam, mən yenə ofis ləvazimatlarına görə pul ödəyəcəm. Ödəyəcəmsə bu kreditdir. Təhdər azalacaq kreditdə. Yaxşı. Rəqəm nə qədər ödəyəcəm? Çünki fikirləşməyə mənə vaxt lazımdır, baxı debiti nə tapacam. Rəqəm nə ödəyəcəm? 400 manat. Bu rəqəmi də yazdım. 400 manat təhdər ödəyib ofis ləvazimatına. Mən təhdər bunu gedib yerində alıb aktivin yer dəyişməsi eləyibdir. Onda nə baş veribdir? Mənim öhdəliyim yaranmadan bu proses baş veribdir. Bu əməliyyat çünki aktivin yer dəyişməsidir. Mən birbaşa aktivimin özünü artırmam lazımdır. Mənim aktivim nədir? Ofis ləvazimatı. Oyda, ofis ləvazimatı malı idi, hazır məhsulu idi. Görmə, ofis ləvazimatımız hansı hesabda? 201-də. Çünki sən onu satmaq məqsədi ilə almırsan. Bilirsən axı ki, bu mal kimi almırsan və yaxud da istehsalatda da istifadə etmirsən. Bunu sən də özün də düzəltməmisən ki, deyəm hazır məhsulundur. Bu sənə sadəcə 201-indir. Xam mal və materialın sub hesabıdır və qeyd edirsən. Aktiv olduğu üçün artırırsan 201 də. Bunu da verdin. İndi əsas nüansa gəldik. Təhdər pul qaytarmalıdır. Daha doğrusu borc ödəməlidir. Kim ödəməlidir borcu? Babayev Rövşənə. Bax, bir də deyirəm cümləni. Təhdər borc ödəməlidir. Borclar nəyimizdir bizim? Öhdəliyimiz. Öhdəliyimiz harada artır? Kreditlat, bax, qəsdən artırı soruşuram. Ödəmə yerini artıq bilir deyə Gültəkin xanım. Kromoy deyir ki, debitini. Bildim. Yəni, sualın anında öhdəlik kreditdə artdığını bilirəm. Debitdə də azaldığını bilirəm. Əgər mənim təhdəlim gedib mənim öhdəliyimi ödəyirsə, bu deməkdir ki, öhdəliyim azalır. Öhdəliyin azaldığını da debitdə olduğunu mən bilirəmsə, o zaman gələcəm növbəti əməliyyatıma. Düşmədi aşağıya göstərək. Mən bir də sözü kəsəm, öhdəlik arada azaltmayı da göstərək. Yox, çünki orada deyir ki, 3 gün əvvəl bu proses olub. Desə ki, daşıma bu gün olub, hə, sən bu gün öhdəliyi də yaratmalıydın, ödənişi də eləməliydin. Amma 3 gün əvvəl olub dediyi üçün həmin əməliyyat orada qeyd olunub deməkdir artıq. Bu zaman mən öhdəliyim neçədədirsə artır. Hesab nömrəsini bilmirsiniz deyək ki, müəyyənləşdirmir. Niyə 531 məsəl üçün? Baxın, bu görüm ad deyir ki, bu şəxsdir, yəni. Sənə onun şirkət olduğunu demir axı. Sən onu niyə kreditorlarla şirkətlə bərabər tutursan? Bu adı adamdır. Dərnəgüldən çağırdığın Ateko sürücüsüdür. 538-də də sən axı dövlət qurumlarını kodlaşdırırdın. 545-dir. Yəni, dəxlisiz, digərlər, filan kəs. Bilmədikdə nömrəsini düzdür. Neyniyə bilərdim onun əvəzinə? Sadəcə daşımaya görə öhdəlik yaza bilərdim. Daşıma borcum yaza bilərdim. Ki, əməliyyatımı qeyd edə bilim. Adını zaten hardan baxacaq? Hesablar planında. Sən ona 531 də yazsın, mən onu səhv götürməyəcəm. 538-də yazsın, səhv götürməyəcəm. 545 yazsın da səhv götürməyəcəm. Düpləcətdən çıxdı, bax, budur. Bax, budur, qısa müddətli öhdəlik. Hamısında Bir söhbət var da ortada, düzdür? Çox sevdim yəni, əla. Amma arxasının nəyə görə olduğunu da yazsan, lap əla olardı yəni. Bəli. Deyək ki, 545 qeyd edirəm mən. Gəlin tanış olan rəqəmimizi yazım da sizin. Sonra narahatçılıq olmasın. Bunu da kim ödəyir? Yenə təhdər ödəyir, yenə kreditdə.
Eyni elə bir kassadır. Ödəyəndə kreditdə keçdiyi kimi təhdiddə ödəyəndə kreditdədir. Rəqəmi nə qədər idi bunun? 300 manat. İndi gəldik yekun sualımıza, birinci əməliyyatın. Təhdidləri ikinci bağlayacağıq biz. Yəni təhdidlər sualın şərti nədir? Deyir, artıq qalan məbləği geri qaytarmalıdır. Tamam. Təhdidlərə verdiyim puldan təhdidlərin xərclədiyi pulları çıxacam. Yerdə təhdiddə qalan qalığı tapacam. Mən birinci onu eləyəcəm. Götürüb yazacam burada hesablama ilə ki, təhdidlərə nə vermişəm? 1400 çıxılsın təhdidlərin xərclədiyi, yəni müxabirləşmədə yazdığım rəqəmlər. Yerdə qalan rəqəm 460 eləyir də, düzdür? Deməli mənim 460 manatlıq bir əməliyyatım var. Yəni məbləğ yerində 460-ımı qeyd elədim. Bu təhdidlər nə etməlidir bu pulu? Qaytarmalıdır. Yenə qaydıran puluma. Pul kassaya qaydırsa, kassa artır. Kassa artırsa, deməli debitə qeyd eləməliyəm. Debitinə kassanı qeyd eləyəcəm 221 olaraq. Pulu mənim kassama kim gətirdi? 244. Bəli. Onu da kreditdə qeyd eləyəcəm. Bir dəqiqə. Bir dəqiqə onu da izah edeyim. Baxın, sən onu bəlkə də istəyərək uzatmamısan. Bir dəqiqə uşaqlar, əməliyyatı yekunlaşdırım, sonlandırım. Səkinə xanımın sualı var idi. Deyir ki, mən burada nələr düz eləmişsən Səkinə xanım? Bir birinci, bir axırıncı. Toplam neçə dənə əməliyyat var? 5 dənə. Sualın balı nədirsə, o 5-ə bölünür. Sən neçəsini düz eləmişsən, ona vurulur. Zaten o balı alırsın. Heç baxdan Sən mən birinciyə avans olaraq da qeyd eləmişəm, amma sonra o hesabı təhdidlərlə danışmışam. sən bura bax, əgər verilmiş avans yazmısansa, bu səhvdir. Niyə səhvdir? Çünki sən əməliyyatı yanlış qiymətləndirmisən. Əməliyyatın təhdidlər hesabla bağlı olduğunu deyil, avansla bağlı olduğunu qeyd silmən lazımdır. Yandı da yazandan sonra silərəm. Hə, yazırsan. İkinci sual birinci sualla birbaşa bağlıdır. İmtahanda bu cür suallar mütləq olacaq. Yəni sizin təhdidlər hesab Əhməd Rzayev kassaya qalıq məbləği qaytardığında hansı sənədin qəbzini almışdır? Kassa mədaxil qəbzinin sənədini almışdır. Bəli. Kassa qalığının qəbzi mi olar? İkinci sualı deyitdik. Verək. Verək üçüncü suala. Sualı hamınız görürsünüz. Birinci sualın şəraitini düzəldək. Belə deyək ki, debit. Debit. Tamam. Üçüncü sualı oxuyuram. Ertok MMC yeni partiya mal almaq məqsədi ilə Qaradəniz AŞ-nin Bakıdakı filialı ilə müqavilə bağlamışdır. Yaxşı edin. Yəni, bizim üçün heç bir şey dəyişmir. Müqavilənin ödəniş şərtinə əsasən malların alınması üçün 35% avans şərti, qalıq məbləği isə çatdırılmadan 4 gün sonra ödəniləcək. Yəni, malları ala bilmək üçün, kim alması üçün, Ertok alması üçün Qaradəniz lojistikə 35% avans verməlidir. Mən bu cümlədən bunu başa düşdüm. Siz fərqli bir şey başa düşmüşdünüz? Və deyir ki, daha sonra avansı mallar gələndən 4 gün sonra da yerdə nə qədər məbləğ qalıbsa borc olaraq onu ödəyəcək Qaradəniz lojistika. Və nə deyir? Deyir, mallar ƏDV daxil mövzusu bizə vacib deyil. Mallar olaraq da istəmirik. 11.800 AZN olaraq MT 912345 nömrəli e-qayməyə əsasən alınmışdır. E-qaymə niyə vurğulanır? Çünki artıq bu sənin tam rəsmi təhvil təslim sənədindir. Bu o deməkdir ki, artıq malı almısan da, yoxlamısan da, təsdiq də etmisən, o borcu da qəbul etmisən. Artıq bunu hesablamalısan. Sistemə o borcunun olduğunu, ambarında da o malın olduğunu göstərməlisən.
malı qəbul etmişdir. Alınmış malların dəyəri bank hesabından ödənilmişdir. Baş vermiş maliyyə əməliyyatlarının müxabirləşmələrini verin. Baxın, hesablamasını demir ha. Burada müxabirləşmə verməyib. Hesablamanı etdiyiniz zaman sizə bal düşmür. Bu birbaşa müxabirləşməsini istəyir. Bəli. Rəqəmlərə də ehtiyac var, amma əhəmiyyət kəsb etmir. İndi başlayıram əməliyyatımın ardıcıllığına. Ardıcıllıq prinsipinə əsasən ilk öncə mən nə edəcəm? Avansı alacağım. Daha doğrusu avansı verəcəm. Mən İRTOKun mühasibiyəm və Qaradəniz Lojistik mənim nəyimdir? Qarşı müəssisənin adı nədir? Yəni balansında adı nədir? Kreditorumdur. Necə bir kreditorumdur? Qısa müddətli kreditorumdur. Bunun birinci özüm üçün mövqeyisini qoydum. Yəni onu yerləşdirdim balansımda kreditor mövqeyinə. Mən burada nə oluram? Malı alan tərəf. Yəni bunun alıcı tərəfdə mən oluram. Debitor tərəfdə mən oluram. İndi başlayıram əməliyyata. İlk zaman mən nə etməliyəm? Avans verməliyəm deyir. Nə qədərcə faiz? 35%-ni verməliyəm. Nə etməliyəm? Mən verməliyəm. Nə verəcəm bu adama avans olaraq? Pul verəcəm. Pul nədir? Aktivdir. Mən pulu verdiyim zaman aktivim azalacaqmı? Azalacaq. Harda? Kreditdə. Deməli, mənim kreditim pul vəsait hesabım olacaq. Əməliyyatımı dedi, nəyinə eləmişəm mən deyil? Bankla. Deməli, pul vəsait hesabım da bank hesabıdır. Kreditdə mənim bank hesabım olacaq. Gəlirəm kreditə. Deyirəm 223 bank hesabım. Bəs yaxşı, pulu mən verirəm. Hara verirəm bunu? Öhdəliyə vermirəm. Xərcə ödəmirəm. Bəli, mən bunu avans olaraq verirəmsə, verilmiş avans hesabımdır, izləməyə alıram, qeydiyyata alıram bunu. Ki, mənə belə bir borc var, amma əvəzində mənə bir şey verməsi lazımdır. Onu gözləyirəm, ona görə burada izləyirəm onu. Onu yazıram 243, aktiv hesab olduğu, bəli, aktiv hesab olması olduğu üçün debitdə artdı verilmiş avansım və onu 243-ə qeyd elədim. Və hara getdim bu? Məbləğ olaraq qeyd eləyək. Nə qədərdir məbləği? 4130. 4130 manat olaraq təyin etdim. Sadəcə avansı vermişəm və artıq qarşılığı gözləyirəm. Ki, mənə nə göndərəcək? Mən cəmi 35% vermişəm. Şərtə əsasən mənə mal göndərməlidir. Artıq mən artacaq hesabımın, aktiv hesabımın mal olduğunu bilirəm. Bəli, gəlirəm. 205 mal hesabımı qeyd edirəm, artırıram. Çünki mallar aktiv hesabdır, ehtiyatlardır və debitdə artır. Bu malların məbləği nə qədərdir? 11.800. Mən bu 11.800-ü, axı bu mənə mal gəldi. Bu malı mənə kim göndəribsə, mal satan, onu borçlanıram. Bəli. Olar. Tamam. Bunun əməliyyatını qeyd eləmişdik 531. Öhdəliyimizi yaratmışdıq. Ümumi şərtimizdə bir də baxaq təkrar xatırlatmaq üçün, yəni ara verdiyimiz üçün. Malın alışını artıq təsdiqlədik. Malımızı artırdıq və eyni zamanda borcumuzu da artırdıq. Bizim artıq nə qədər borcumuzun olduğunu bilirik. Kimə qarşı var bizim borcumuz? Qaradəniz Lojistikə qarşı. Amma eyni zamanda Qaradəniz Lojistikin də bizə borcu var axı. 243-də. Nə verməli idi bizə? Mal. İndi adam malı artıqlaması ilə verdi. Biz ona cəmi 4130 manatlıq pul vermişdik. O isə bizə 11.800 manatlıq mal verib. Mən indi bunu təkrar pulu ödəməm lazımdır axı. Müqavilə şərtində mənə deyilmişdi ki, mal gələndən sonra pulu ödəyəcəm. Mən birinci bağlanma əməliyyatını etməm lazımdır. Verilmiş avansımı bağlamalıyam. Bu nə deməkdir? Borcların üzləşdirilməsi deməkdir. Mənim borcumla mənə olan borcu eyni şəxsdən gedir söhbət, üzləşdirməliyəm. Üzləşdirdiyim zaman nə baş verəcək? Mən ödənişi əvvəlcədən etmişəm axı. Mənim indi real 11.800 borcum yoxdur. Deməli, mənim 11.800 olan borcum azalması lazımdır. Yəni, bu öhdəlik harada qeyd etmişəmsə, 531-də, bu azalmalıdır. Öhdəlik azalanda debitə qeyd edəcəyim üçün, gəlirəm debit bölümünə, 531 öhdəliyimi qeyd edirəm. Bu öhdəliyi mən təzədən pul ödərək azaltmadım da, düzdürmü? Mənə olan borc hesabını azaltdım. Deməli, mənə olan borc, yəni verilmiş avansım da
azalması lazımdır. Verilmiş avans aktif hesab olduğu üçün onu artanda debitə yazmışdıq. İndi azalanda da aktif hesab olduğu üçün onu kreditə yazmalıyam. Avansı da keçirdirəm kreditə. 243. Buna əsas məsələ nədir? Məbləği nə qeyd edəcəksiniz? Verilmiş avansın məbləği yaranan borcun məbləğindən aşağıdırsa məbləği tam qeyd edə bilərsiniz. Yox, verilmiş avansın məbləği alınan malın məbləğindən yuxarıdırsa, alınan mal nə qədərdirsə o qədəri tam bağlamalısınız. Yəni, ola bilər ki, sən 20.000 avans vermisən, hələ 11.800 manatlıq mal göndərib. O zaman elə 11.800-ü də bağlayacaqsan verilmiş avansdan. Çünki orada pul var. Yox, indiki vəziyyətdə olanda sadəcə avans məbləği qədər bağlaya bilər. 4130 manat. Avansımızı da bağladıq, artıq real borcumuzu hesablamalıyıq. Bizim var 11.800 borcumuz var idi. Onun 4130'unu biz əvvəlcədən ödəmişik. Borçlarımızı üzləşdirdik və gördük ki, bizim 531'imizin qalığı, yəni kreditindən debitin çıxandan sonra yerdə qalan məbləğ nə qədərdir bizdə? 7670 manat məbləğində bir borcumuz var və biz onu nə etməliyik? Ödəməliyik. Ödəmə sözü yenə var. Ödəmə şərtlərimiz nə ilə idi? Bank hesabı ilə idi. Deməli, mən bankdan pul ödəyəcəm. Bankdan pul ödəyəcəmsə, bank istər-istəməz oradakı pulun azalması lazım. Azalacaqsa aktif hesab olduğu üçün bəli, kreditə keçəcək. 223 və pulu hara ödəyirəm mən? Bəli, borcum üçün ödəyirəm. Mənim burada borcum var idi. O borcumu ödəyirəm və 531 qeyd edirəm. Baxın uşaqlar, burada əsas əməliyyat nədir? Deyəcəm indi. Əsas əməliyyat nədir? Siz avansın bağlanmağına əgər tam belə izah etdiyim məntiq sizə kifayət etməyəcəksə, bunu X formasında da yadınızda saxlaya bilərsiniz. Avans verəndə tənasübü, daha doğrusu X-in yuxarı sol tərəfi, avans bağlananda həmin avans tamamilə sağ tərəfə Dəyişim. bəli, X-in altına gəlməlidir. Avans verdiyin zaman sən avansı nəyə görə vermişdinsə, həmin hesaba yaranan borcun əgər sağda yuxarıdadırsa, bağlayanda o da sola gəlməsi lazım. Bu alınmış avans üçün də belədir, verilmiş avans üçün də belədir. Gələcək dövrün gəliri üçün də belədir, gələcək dövrün xərci üçün də belədir. Yəni məntiq eynidir. Verdin, verilmiş avans debitdə, bağlananda kreditdə. Əksinə nəyə ilə bağlayırsansa, onu da salırsan avtomatik onun debitinə. Sən malı alanda da öhdəliyin yaranır, pulu alanda da öhdəliyin yaranır. Sən hər zaman avans bağlayanda öhdəlik bağlamaq məcburiyyətindəsən. Bu deməkdir ki, bağlama əməliyyatlarının hamısında avans bağlayanda, alınmış avansı bağlayanda, verilmiş avansı bağlayanda, gələcək dövrün gəlirini bağlayanda və xərcin bağlayanda hər zaman bağladığın hissə, yəni öhdəlik tərəfi debitdə olacaq. Verəndə yaranan hissə isə kreditdə olacaq. Alınmış avansları 211 ilə, yəni debitor borcla bağlayacağıq, satdığımız qiymətlə, yəni bizim debitorlarla. Verilmiş avansları isə verilmiş avansı öhdəliklə bağlayacağıq. İlla ki biz hər zaman bir aktivimizlə bir öhdəliyimizi bağlayacağıq. Bu sualın əməliyyatı bura qədərdirmi? Bəli, bura qədərdir. Buyurun suala keçirəm. Üçüncü sualımız alışla bağlı idi. Dördüncü sualımızın da bununla oxşar cəhətləri çoxdur. Tərsinə əməliyyatdır. Bu da satışla bağlıdır. Baxın, alışla bağlı bir dənə avanslı əməliyyat işlədiniz. Dəfə sizin qabağınıza 3 ballıq və 2 ballıq sual çıxa bilər. Sizə deyər ki, alışın müxabirləşməsini qeyd edin. Durub demin ki, alışın müxabirləşməsi. Zaten bu sualda etmişsiniz, o müxabirləşməni yazmışsınız. Eyni müxabirləşməni gələcəksiniz, hardan götürəcəksiniz sadəcə? 205-531 qeyd edəcəksiniz və salam. Bir sətr. Alışın müxabirləşməsi budur. Satışın müxabirləşməsini qeyd edin deyəcək. İndi izah edəcəyim bölümdəki satış hissəsini qeyd edəcəksiniz. Yəni, başqa informasiya axtarmayın. Bir dəqiqə səs saxlayayım. Bayaq demişdik ki, biz Qaradəniz Lojistikdən 11.800 manatlıq mal almışıq. İndi isə deyirik ki, bu aldığımız malları elə aldığımız ay ərzində Kimlantex elektrik şirkətinə ƏDV daxil bizə lazım deyil. 23.700 AZN dəyərində satmışdır. Yəni, aldığım malı satmışam. Artıq bunu satmışam. Bunun başqa nüansı yox. Amma şərtlərimi davam edirəm. Oxuyuram ki, görüm sual mənə deyir. Bir MC 10-25-04 müqaviləsinin şərtlərinə əsasən ortada bir müqavilə mövcuddur.
mallar üçün avans olaraq 30% ödəniş tələb edilmişdir. Ödəniş olmalıdır deyir. Yəni mən satıcı tərəfəm. Gəlirəm müqaviləni müəyyənləşdirməyə. Burada bir müqavilə var. Müqaviləni satan tərəfi kimdir? Mən. Kimsə də mənim alıcımdır. Yəni müqavilənin debitoru var və kreditoru var. Bu səfər kreditor mənəm, debitor qarşı tərəfdir. O zaman mən nə edəcəm? Mən 30% pul almalıyam əvvəlcədən. Amma bir yana ortaya xırda bir nüans atıram. Deyirəm ki, həmin şirkətə 30%-dən artıq avans ödənilərsə, yəni o həmin şirkətin nümayəndəsinə, ki sən avansı mənə 30% yox, ondan artıq ödəsən, da müqaviləni, mən məbləği tam ödənildikdən sonra 5%-ni sənə geri qaytaracağam. Kim ki gəlib müqavilə bağlı mənə alış eləməyə, həmin adamla danışıram bu mövzunu və şərti də belə razılaşırıq onunla. Amma bu şərti müqavilə şərtinə əlavə etmirik. 5% geri qaytarmanı. Çünki baxın, onu müqavilənin içərisində qeyd etmirik. Ondan sonraki mərhələyə düşür. Diqqətinizi çəkir, baxın. Müqavilə ilə bağlı 30% şərt olmalıdır. Ondan sonra isə başqa bir şərt çıxır ortaya. Artıq bu müqavilə ilə bağlı deyil. Bu, kim ki məndən mal alacaq, onunla bağlıdır. Buna da razılaşdıq. Və çatdırılmanı 4 gün sonra yerinə yetiririk çatdırılmanı. Qalıq məbləğ təhvil təhsil prosesindən 5 gün sonra ödənilir. Günündə qeyd eləyək. 5 gün sonra da ödənişi edirlər bizə, yerdə qalan məbləği. Müəssisənin ticarət əlavəsi bizdən tələb edilənə baxırıq. Bilmirəm, kimsə. Aslında bilmirəm, kimsə. Gəlin birinci məsələnin özünü analiz edəyək ki, durum nə yerdədir. Biz mal almışıq, ambarımızda malımız var zaten. Sadəcə bu ay biz həmin malı satırıq. Satanda 30% şərtlə satmışıq müqavilə şərti ilə və bizdən onu bizim müştəri kimi tapan şəxsə, təchizatçıya qarşı tərəfin. Nə idi şirkətin adı? Kimantex. Bu nə adı yazmışım? Kimantex şirkətinin təchizatçısı ilə də razılaşmışıq ki, sən pulu bizə avansı biraz daha artıq ödətdir. Biz sənə option məbləği sən tam ödəyəndən sonra bütün məbləğin 5%-ni sənə geri qaytaracağıq. O da razılaşıb bizdən əməliyyata başlamışıq. Malı satmışıq, qayməsi mövcuddur və ödənişimizi 4 gün sonra almışıq. Bizdən tələblər nədir? Deyir, müəssisənin ticarət əlavəsinin neçə faiz olduğunu müəyyən edin. Sizcə bunu bizdən nəyə görə istəyir? Çünki ticarət əlavəsinin faizini müəyyənləşdirməliyik ki, yəni ümumilikdə bu əməliyyatda bizim xeyrimiz nə qədərdir ki, biz ümumi məbləğin 5%-ni qaytarmağa razıyıq. Onu əməliyyatın sonunda görəcəksiniz. Ticarət əlavəsini onun üçün istəyir. Amma əsas məsələ nədir? Sizdə burada faizi də müəyyənləşdirməlisiniz. Bir hesablama tərəfi də var bunun ki, mənə gələn avans, mənim ümumi satışımın neçə faizidir? Onu müəyyənləşdirməlisiniz ki, bu 30%-dən yuxarı mı olur, aşağı mı olur? Yəni 5% ona qaytararsınız, yoxsa qaytarmayacaqsınız. Elə indi ona hesablamada baxacağıq və bizdən növbəti tələbi əməliyyatın müxabirləşmələrini yazmağımızı tələb olunur və deyir ki, vergi öhdəliyimiz yaranıbsa, depozit hesabımızdan ödəyin. Biz artıq burada ədəviləri sildiyimiz üçün bu şərt bizə lazım deyil reallıqda. İndi isə əməliyyatımızın özünə başlayaq. Qeyd eləyəcək indi. Və balacalaşdıraq içərinin əməliyyatını. Debit. Biraz yaxın qoyun da bunları, nə olar ki? Debit. Məbləğ. Tapşalaq. Birinci əməliyyatı tapmalıyım. İlk öncə ki, mən nə edəcəm? Satıcı tərəfi mən olduğumu müəyyənləşdirmişdim axı. Satıcı tərəfi mənəmsə, deməli avansı mən alacam. Yəni, Kimantex mənə ödəyəcək avansı. Mənə ödəyəcək deyirəm. Deməli, mənə bir pul axını var mənim istiqamət. Mənə pul göndərəcəklər. Mənə pul gələcəksə, mənim pul hesabım artacaq. Bank, sub-bank qeyd edəcəm. Kassadırsa, kassa qeyd edəcəm. Debitdə. Artıq bunu bir də izah eləməyə ehtiyac varmı? Aktiv hesab olduğu üçün debitə yazıram bank hesabını. Çünki aktivin artması debitdə olur. Hansı hesab harda artırsa əməliyyatda onu
müxabirləşmədə həmin yerə qeyd edirəm. Bir əməliyyat kreditdə artırsa kreditinə qeyd edirəm müxabirləşmənin, debitdə artırsa debitinə. Və keçirəm ikinci tərəfinə. Bu pul mənə gəlir. Kimdən? Kimantex-dən. Amma Kimantex mənim müştərimdir. Əslində mənim ona borcum ola bilməz də, yəni onun mənə borcu olması lazımdır. Amma bu hansı şərtlə formalaşıb? Mən hələ ona mal göndərməmişəm. Göndərmədiyimdən əvvəl bu mənə pulu göndərdiyinə görə mənim ona mal borcum əmələ gəlmiş oldu. Yəni bu mənim öhdəliyim olur. Öhdəliyim isə öhdəliyim kreditdə artacaq və avtomatik 543 nömrəli alınmış avans hesabına qeyd eləyəcəm. Məbləğ nə qədərdir? 7800-ü müəyyənləşdirdik ki, bu qədər avans almışıq. Bizim ümumi satış məbləğimiz nə qədər idi? 23700. O zaman mən belə bir hesablama etmək məcburiyyətindəyəm ki, 7800 bölünsün, bəli, 23700-ə, o da vurulsun 100%-ə. Nəticə nə edir bizdə burada? Yaxşı, faiz də yazın. Nə qədər edir də, yəni kalkulyator. 32 qeyd edirəm, yaxşı. 32%. Deməli bu 30%-dən çoxdur. 2% artıq bizə ödəniş ediblər. Biz deməli 5%-i ödəmək öhdəliyimiz yarandı. Yekundakı biz bu 5-i ödəyəcəyik. Bizə bir hüquq yarandı ki, 5-i ödəyək. Amma biz əməliyyatımızı dayandırmırıq. Dayandırmamaq səbəbimiz nədir? Və bura 5%-i qaytarmağı da yazmırıq. Niyə? Çünki proses bitməyib. Prosesdə bizdə qeyd edirdi ki, məbləğ tam ödənildikdən sonra ümumi alacağa görə, yəni debitorumun ilkin rəqəmi nədirsə, 23700-ün 5%-ni verməm lazımdır mənim. Geri qaytarmam. O şərtlə ki, məbləğ tam ödənilsin. Ona görə proses davam etməlidir. Avansdan sonraki mərhələ nədir? Mənim malımın satışı. Mən malı satıram. Mal mənim balansımda Qaradənizdən aldığım ambardakı malı yüklədim, maşını göndərdim. Məndə mal yoxdur ki, mal azaldı. Mal harda azalacaq? Niyə kreditdə azaldı Pərvin xanım? Azaldı, yəni. Yox, bildim. Malın azalmağını düz deyirsiniz. Gözümüzlə görürük. Bəli, aktivdir deyə kreditdə azaldı. Çünki onu artıranda debitə yazmışdıq. Hələ orada deyilik, hələ onu bilmirik. O bizim başımıza gələcək, gəlməyəcək. Biz sadəcə 205 malımızı azaldırıq. Bu malımızın balansdan çıxışını göstərmək üçün bir yerə yazmam lazımdır. Axı mən deyirəm bir satış əməliyyatı var. Mən bunu satışın maya dəyərinə qeyd etməliyəm. Satışın maya dəyəri hesabı bir xərc hesabıdır. Xərclər də 701, bəli. Xərclər də debitdə artdığını bildiyim üçün gəlirəm 701-i də debitə qeyd edirəm. Və baxıram bunun dəyərinə. Dəyəri nə qədərdir bunun? 23700. 23.000 yazanlar kəsildi. 11.800, bəli. Bilməz, mənim balaşı ola bilər. Çünki burada sizə birbaşa bax, bilməli olduğun yer haradır, bilirsinizmi Nazxan? Bax, burada qeyd edib ki, Qaradəniz AŞ-dən aldığı malları, İmmün partiyanı bu malı satır bu. Bu işarəsi müəyyən. 11.800-ümü sildim, maya dəyərimi. Bu mal getdi. Baxın, doğru sual. Mən bu malı verdim qarşı tərəfə. Buna görə mənə nə qədər pul verəcək? Yəni, mənə nə qədər borcludur? 23.000. Mən buna mal vermişəm. Bəli, 23.700. Bu mənim nəyim oldu? Borclu dedim də mənə debitorum oldu. 211-də bu adam mənə... Ara, mən niyə yaza bilmirəm bu böyürdə axı? Gəlir. 23.700. Baxın, birinci əməliyyatlarda necə danışıramsa diqqət edirsiniz, o cür qeyd edirəm ki, ortada qalan boş yeri axtarım sadəcə. Heç nə yazmadan durub hər dəfə bir şey fikirləşməyim. Zaten qarantimi bilim ki, burada 211 olmalıydı. Rəqəm də budur. Mənə sadəcə 211-in qarşılığı lazımdır ki, 211 hardan əmələ gəlir? Satışdan əmələ gəlir, bəli, gəlirdən əmələ gəlir.
Ona görə gəlir necə bir hesabdır? Aktivdir, passivdir. Harda artacaq? Kreditdə artacaq. Ona görə də kreditdə yazılmağı hak edir 601. Və satışımı da göstərdim. Bununla nə əldə etdim? Bunu əldə etdim ki, Kimantex mənə 23.700 borclansın. İndi bayaqki avansın bağlanması. Necə bağlayacağım? Bax, yadımda qaldı. Tərsinə bağlayacağım artıq. Burada 543 hardaydı avansı alanda kreditdə. İndi onu yazacağım debitə. 543. Bəs yaxşı mən bunu nəyin hesabına bağlayacağım? Bəli, alacağımın hesabına bağlayacağım. 211. Nə qədər məbləğlə bağlayacağım? 1800. Nə qədər avans almışam, o qədər. Niyə? Çünki onun mənə olan borcu aldığım avansdan daha çox. 7800. Bağladım. Mənə indi bir sual maraqlı, səsi bağlayım elə deyim. Biz avansımızı da bağladıq. Baxın, ardıcıllıq prinsipi məndən nə gəlməlidir? Borcu mənə ödəməlidirlər. O borc hardadır? 211-dədir. Artanda debitə yazmışdım. Azalanda kreditə keçirməm lazımdır. Bəli. Debitə yox, kreditə. 211 azalır. Əvəzində nə baş verir? Pulu hara ödəyibsə, Rabitə bank, Kapital bank, depozit hesabım, pullar hara gəlibsə, kassa hesabım, nə qədər hesabım varsa, həmin hesabım artır. Yəni burada çox güman ki, bank hesabı olacaq sizdə. Bəli, 223 bank hesabım artdı. Nə qədər artdı? 23.700 deyənlər otaqdan çıxırlar. 23.700 çıxılsın 7.800. Yerdə nə qədər qaldısa o qədər. Axı biz burada zaten azaltmışıq şeyi, bağlamışıq. Alacağımızın bir qismini 7.800-ünü əvvəlcədən aldığımız üçün öhdəliklə silmişik. Artıq 211-in o qədər rəqəmi yoxdur axı. Yəni birinci 611 olur ki, bu yana artım. Bir yana diyor. Aferin. Nə deyim oğlum? Nə deyə bilərəm bax. 211 601 buradadır. Olmaz. Sənə ödəniş gəlirsə, satıcıdan gəlmir. Alacağını ödəyə bilir sənə. Satışı sənə niyə ödəsin? Satış sənin balansının elementidir. Xərc sənin balansının elementidir. O ödəmə şərtinə girə bilməz. Sən onu özün üçün qeyd eləmirsən ki, o kapitalın bölümüdür. Gəlir də kapitalın bölümüdür. Kapitalın artan hissəsidir. Debiti. Krediti üzr istəyirəm. Xərc də kapitalın debitidir. Elə fikirləşin. O sənin müştərinə nə əlaqəsi var? Sən orada öz qeydlərini yazırsan. Rəqəmi deyin, zəhmət olmasa yadımdan çıxdı. 900. Əməliyyat bitdi. Gəlirik geri qaytarmaya. Pul tam ödəndi mi? Yadından çıxmışdı, eləmi? Təchizatçının yadından çıxmamışdı amma. Gəlin burada səsə deyək. Bu məhsulun satılması üçün, satıla bilməsi üçün geri qaytarma bir şərt idi, vacib idi. Yoxsa bu təchizatçı gedib başqasından alardı da yəni. Niyə məndən aldı ki? O maldan məndə yoxdur, başqasında da var da, düzdürmü? Mən nə etdim? Fikirləşdim burada qazanacağım pulu nə qədərdir? Hansı ki siz ticarət əlavəsi hesablamalısınız. Orada biləcəksiniz qazanacağınız nə qədərdir. Və oradan öz məsəbimdə çıxıram. Nəyi? Tapdığınız rəqəm var idi. Nə idi o? Müsabirləşməsini yazaq. 1180 manat idi. Yəni neçə manat? 1185 manat geri qaytarmanı. Mənim xərcim, satış xərcim. Ona görə mən bunu 711 nömrəli satış xərcimi artırıram, kommersiya xərcimi. Nəyin hesabına artıracağım artıq bunu? Səni güllələyərlər 223-dən qaytarsan. 221 ilə qaytarmaq məcburiyyətindəsin. Dedi axı bu levidir, çakçukdur. Sən bankdan çakçuka hara demək istəyirsən? Mümkün deyil. Onun üçün nəqd vəsait istifadə etmən lazımdır. Bəli, məbləğ nə qədərdir? 1185 manat. İndi burada dayanırıq analiz məsələmizə görə. Müxabirləşməmiz bitdi. Bizim bu sualda etmədiyimiz bir nüans qaldı. O da nədir? Ticarət əlavəsini müəyyənləşdirmək. Onu necə müəyyənləşdirəcəyik ticarət əlavəsini? 23.700-də nəyə çıxacam? Nə qədərdir maya dəyərim? 11.800. Hardan bilsən ki odur?
Üstün. Burada yazmışsan da 701'in debitinde 11.800 var zaten. Bildim beni, ben de ona göre diyorum ki burada gözünün qabağında var. Əvvəlki tapşırıqda olmaya da bilər. Mən hələ birinci yox. Ticarət əlavəsinin 1185-lə əlaqəsi yoxdur. Ticarət əlavəsi mənim məhsulun üstünə qoyduğum puldur. O pul mənə tam ödənib, hara çıxırsan onu sən? Bayaq biz burada baxın, 211-dən 15.900 ödədik. Əvvəlcəndə 7.800 ödəmişdilər. 23.700 ödəmişdilər axı bizə. Yəni əməliyyat tamamdır. Sən onu başqa bir şeydən çıxa bilməzsən. Sadəcə belə deyək, mümkün xalis xərci postunu ödəyirsən, gedirdə müəssisən xərcidir. Satış və marketinq xərcidir sənin. Onun söhbətə nə dəxli var? Bəli. Rəqəm nə qədər edir? Mənə deyə bilərsən. 11.900. İndi sizə 10.000. İndi sizə başqa bir informasiya verim. Sizcə Ertok MMC doğru bir hərəkət mi edir bu 5% geri qaytarmanı tətbiq etməklə və avansı artıq ödə, mən sənə 5% qaytarım deyir. Doğru etmir. Niyə? Çünki əlavə xərc yaratdı, düzdürmü? Əlbəttə yanlışdır. Yox. Niyə düz olsun ki? İndi baxırıq nəyə? Biz nə qədər ödəyirik? 1185. Deyirəm ki, burada hər hansı bir yerə 1185 bölünsün 11.900. Bu imtahanda bunu mənə göstərməyə ehtiyac yoxdur. Bunu bəri başdan qeyd edeyim. Altına xətt çəkim. Vurulsun 100%. Zəhmət olmasa mənə deyə bilərsiniz, nə qədərdir bu? Nəyə böldüyümün fərqindəsiniz? Mənim yaranan əlavə xərcimi böldüm qazancıma, yəni gross mənfəətimə və onun faizliyini axtarıram. 0.99. 0.99 belədirmi? 0.99. 0.099. Düz yazmışam da onda mən. Yəni, millət olur. Beləmi? Təbii. Onda bəli, bir qeyd eləyək. Belə də. Son bir. %1 o. Yuvarlarsın. Belə deyil cavab. Belə deyil. Ay, mən yüzüm eləmirəm axı. Dəqiqə. Gəldik nəyə? Mən qazancımın tapdığım şey nədir? Bu ödəyəcəyim pul, yəni ödədiyim pul daha doğrusu, geri qaytarma, ümumi gross mənfəətimin cəmi 10% miqdarında bir şey əhatə edilir. 90% kimə qalır? Mənə. Mən bunu niyə etməyim ki? Mən adama qayıdıb şərt olaraq desəydim ki, satış edirəm də, belə bir müqavilə şərti qoysaydım ki, pul tam ödənsə sənə 5% məbləğ geri qaytarırım. Amma ona pulun tam ödənməyini demirəm. Deyirəm ki, sən avansı mən 30%-dən çox ödətdir. Mən sənə 5%-i qaytaracağım. Nə vaxt pulu ödəyəsən onda. Adama pul lazım deyə ayın sonuna. O gözləyər başqa vaxta keçsin. Bir şəkildə pulu ödətdirir, gedir hamıdan qabaq Şimantekdə yazdır ki, bunlar təcilləri yaxşı şeydir, təchizatçılar, bunların pulu tez ödəmək lazımdır. O pulu ödətdirir ki, gəlsin səndən o şeyi alsın, 1185-i alsın səndən. Həm buradan 90%lik gəlirimi götürdüm vaxtında, eyni ayın içində əməliyyat oldu. Həm aldım, həm də satdım. Həmin ayın mənfəətinə düşdüm mən bu qrosu. Mən bu 5%-i niyə keçməyim ki, yəni? Niyə eləməyim ki? Bunu müqavilədə kim tənzimləyir? Mən bu əziyyəti niyə çəkirəm bunu izah etməklə? Sizin qabağına gələn müqavilələrdə, satış müqavilələrinizdə bu tipli qəribə şərtlər görə bilərsiniz. Onun doğruluğunu və yanlışlığını necə hesablayacaqsınız? Həmin əməliyyatdan qazanacağınız gross mənfəətə görə faiz nisbəti tapmaqla ki, mənim bu geri ödəməm ümumi qazancımın neçə faizini təşkil edir? Elə gəlib 50-50-yə işləyəcəm təchizatçını niyə eləyim ki bunu mən? Elə gözlətdirib sataram da. Hə, nə zaman eləyə bilərəm? Əgər əlimdə çoxdan qalmış bir mal varsa, onu gəlib bu istəyibsə, 50-50-yə də gedərəm. Bu mal getsin, pula çevrilsin ki, mən başqa malları dövrəyə elətdirə bilim. Bu sualda belə, müqaviləşmələri budur. Bitdi. Ticarət əlavəsini də hesabladım. Nəyi? Ticarət əlavəsini. Əmin misin? 11.900 nə idi bəs? Mən sizi hesablayarım. 11.900'e. 11.800'e bölündü. Niyə? Ticarət əlavəsinin faizini hesablayanda onu edirsən. Ticarət əlavəsini hesablayanda yox.
Cavabın sənin budur. Ticarət əlavəndə budur. 10.900. 11.900. Hə, ticarət əlavəsinin neçə faizini deyir. Bəli, bəli, faizini hesablamalısınız. O zaman 11.900 ticarət əlavən nədirsə, onu böləcəksən 11.800-ə və vuracaqsan 100-ə. Birinci insan şuna da ediyormuş. 100.85 faiz edəcək. 10.85 elədi. 0.1 qopmuş. Bəli. Mənim bu qədər gəlir marjam var, faizim var. Mən faiz olaraq ondan 1185 itirimdən olacaq ki, etirazım yox. Bir xeyli şərtimiz var. Düşünə bilərsiniz ki, burada çox da böyük də bir əməliyyatımız var. Elə bir şey yoxdur. Bayaqki avans əməliyyatının eynisidir. 5 sətirlik bir əməliyyatımız var bizim burada, maksimumumuzdur. Deyir ki, yeni mağazaları üçün Bakı şəhəri Əhməd Rəcəbli ünvanında yerləşən, bu söz hekayədə sizin üçün sadəcə istiqaməti verir. 200 metr kvadrat sahəsi olan obyekti Qasım Səmədovdan icarəyə götürmək məqsədi ilə 45 nömrəli icarə müqaviləsi bağlayıb. Müqavilə şərtinə əsas bura qədər getdi. Sadəcə bizə nə informasiya verdi? Obyektin kvadratı 200 metr kvadratdır. 200 metr kvadratda müxabiləşmə yazmaq fikriniz yoxdur da yəqin ki. Və cümlənin bu qədəri getdi. Buna delete də versəm, sizin üçün sadəcə 200 metr kvadrat dəyişir. Aydındır yəni, əməliyyat şey deyil o. 200 metr kvadrat sizin üçün vacib rəqəmdir, informasiya. Müqavilə şərtinə əsasən 6 aylıq icarə haqqını əvvəlcədən ödəməlidir. Birinci edəcəyim əməliyyat budur. Altıya bozuldu. Hələ mənim buradan xəbərim yoxdur. Sadəcə bilirəm ki, 6 aylıq icarə haqqını əvvəlcədən ödəməliyəm. Heç icarə haqqından belə məlumatım yox. Sadəcə bilirəm ki, birinci bunu eləyəcəm. Hələ bunu müəyyənləşdirmişəm ki, ilk nəyi eləyəcəm. Müqavilə şərtinə əsasən metr kvadratı 20 manatdır. Artıq 2 informasiyam var mənim. Bir bilirəm ki, 200 metr kvadratım var. Bir də 1 metr kvadratı 20 manat. Deməli mənim 4000 eləyir. 4000 manat aylıq icarəm var. Yəni bir aylıq. Və 6 aylıqda əvvəlcədən ödəyəcəyimə görə 6 vurulsun 4000, 24000 mən pul ödəməliyim lazım. Gəlirəm şərtimin davamına. Proses 4 ay ardıcıl olaraq davam edir. Yəni mən 4 ay bu icarəni istifadə edirəm. Yəni həmin obyektdə varam. 4-cü ayın sonunda üzləşmə aparılır və tərəflərin qalıqları qeyd edilir. Yəni üzləşməni aparandan sonra kimin kimə nə qədər borcu var hesab olaraq yazmanız lazım deyir. Yəni hesabın qalığını bayaq deyirdim, debitdən kreditə çıxmaq məsələsi, onu etmək lazım. Baş vermiş bütün maliyyə əməliyyatlarının müxabirləşmələrini qeyd edin. Yəni burada hesablama rəqəminiz məcburiyyət olduğu üçün heç onunla bağlı bir bağlılaşma etmir. Sən bunu edə bilməyin üçün zaten bu hesablaşmanı aparmalısın. Və mən başlayıram ilk əməliyyatıma. Sizcə birinci nəyi müəyyənləşdirməliyəm? Nəyə baxmalıyam? Proqramiyat sənin üçün deyirəm. Mən ödəniş eləyəcəm. Bu verilmiş avansdırmı, yoxsa gələcək dövrün xərcidirmi? Bu icarə ilə bağlı olduğu üçün bu avans əvəzi sadəcə gələcək dövrün xərcini qeyd edəcəm. Bir dənə hesabımın forması dəyişir. Debitdə burada qeyd eləyək, burada məbləğ. Bəli, debitdə 242 qeyd edirəm. Verilmiş avans yox, gələcək dövrün xərci aktivdir, artırdım. Kreditdə isə pulu hardan vermişəmsə onu qeyd edəcəm, azalmağını. Bank da yaza bilərsiniz, kassa da yaza bilərsiniz. Qeyd etmədiyinə görə mən bank yazıram. Rəqəmi isə bəli, hesabladıq ki, 24000 manatdır. 24000 manatı hardan hesabladıq? Metr kvadratı vurduq 20 manata. Onu da vurduq ödədiyimiz ayların sayına. Pulu ödədim. Pulu ödədikdən sonra mənə deyir ki, 4 ay ardıcıl olaraq əməliyyat aparılmışdır. Yəni bu 4 ayın rəqəmi nə qədər edəcək? Aylıq 4000-dirsə, mənim 16000'lik əməliyyatım var. Deməli 16000 manatlıq istifadə etmişəm bu xidməti. O zaman bu xidmət nə idi? İcarə idi. Mənim 16000'lik icarə borcum yaranıb. İcarənin öhdəliyini yazıram ki, icarə öhdəliyi, rəqəmini də yazıram 535. Bəs bu icarə öhdəliyi həm də mənim nəyimdir? İcarə xərcimdir.
700 neçə? 11. Birinci demişdim, düzəltdin, yaxşıdır. 711. Niyə 711 deyirəm mən buna? Bayaqdan deyirəm istədiyin xərci yaza bilərsən, amma indi deyirəm 711-i yaz. Çünki deyir ki, mağazası üçündür. Yəni satış nöqtəsi üçündür. Ona görə 711 kommersiyanı qeyd edirəm və nə qədər borclanmışamsa, hayda keçməliyik. Nə qədər borclanmışamsa, onu da rəqəmin qeyd edirəm. 16.000 manat. Deməli 16.000 manat mən buranı istifadə etmişəm 4 ay. İndi bizə nə demişdi növbəti şərtdə? 4-cü ayın sonunda üzləşmə eləyin demişdi. Biz hesablarımızın qalığını müəyyənləşdirməliyik. Hansı hesabların? 242-ni müəyyənləşdirməliyəm. Mənim aktivimi. Digərində isə bəli, 535-i müəyyənləşdirməliyəm. 242-nin qalığını tapmaq üçün mən nə edəcəydim? 242 aktiv bir hesab. Onun qalığını tapmaq üçün aktivdə artdığına görə aktivindən, debitindən kreditin çıxmalıydı. 242-nin debitində nə qədər var? 24.000. Kreditində nə qədər var? Bilmirəm. Kreditindən nə qədər azalması gedib ki bunun? Gəlin yoxlayaq. Axı bir 16.000 mənim borcum var idi. Mən bu borcu üzləşdirməliyəm nə ilə? 242 ilə verilmiş, daha doğrusu gələcək dövrün xərci ilə. Yenə x kimi çəkirəm aşağı və öhdəlik də x kimi çəkirəm aşağı. Öhdəlik düşür debitə, azalması 535. Nəyin hesabına? 242-nin hesabına. Nə qədər məbləğ? 16.000 manat. Sən nə qədər demişdin? Niyə 8.000? Mən bağlayıram. Nəyi bağlayıram? Nə qədər öhdəliyim varsa onu ödəmə. Görüm mənim verdiyim gələcək dövrün xərci onu ödəyirmi yoxsa yox? Baxıram ki 24.000 vermişəm. Hələ bu mənə 16.000 borclandırıb. O zaman mən elə 16.000-i də bütöv bağlaya bilirəm də. 16.000-i də bağladım. Mənim öhdəliyim yoxdur ki. Onu hardan biləcəm? Birinci gələcək dövrün xərcinə baxacam. 24.000-dən çıxacam 24.000 kreditindəki rəqəmi 16.000-i bir dənə də 0. O da eləyəcək sənin tapdığın 8.000. Düzdürmü? İndi gəlirəm 535-ə. 535-in kreditində nə qədər var? 16.000. Yazdım 16.000. Pasiv hesab olduğu üçün kreditindən debitini çıxıram qalığını tapmaq üçün. 16.000. Çıxılsın debitində nə qədər var? Yenə 16.000. 0. Bu da bərabərdir 0 manat. Deməli, mənim 535-ə, yəni icariyə borcum yoxdur. Amma gələcək dövrün xərcində alacaq olaraq 8.000 manatım hələ var. Və arxasından bizə nə deyir? Baş vermiş bütün maliyyə əməliyyatları müsabiləşməni qeyd edin. Baş vermişlərdə qeyd edin. Hesab qalxanında yaz. Sual bitdi. Bəli. Qarşı tərəfin borcu sənin onsuz da debitorlarında görünür də 242-də. 242-nin debit qalığında görünür. Bəli. Nasıl yaxşı 242 niyə qalanı yazdı? O mənə biraz şaşırdı. Hara? Bura mı? Bura mı? Və yox, altdan müqaviləşdirək 535. Tamam. Bəli. Bəli. Eynən avansdakı kimi. Verilmiş avansı necə deyildik? 11.800-dən nəyə azaltdıq? 4.130-u. Burada da həmin şeydir də. Sadəcə bax, bayaq dediyim misal var idi verilmiş avansda. Gülhan xanım təzədən sual da verdi mənə. Fana xanım. Mənim verdiyim avans və yaxud da ödədiyim gələcək dövrün xərci əgər öhdəlikdən çoxdursa, o zaman öhdəliyin məbləği qədər bağlayıram. Azdırsa, ödədiyim gələcək dövrün xərci qədər bağlayacaqdım. Əgər burada 24.000 yox, 8.000 ödəmiş olsaydım, bağlayanda 8.000 yazacaqdım. Çünki öhdəliyim ondan çoxdur. İndi burada mənim ödədiyim öhdəlikdən çoxdur deyə mən belə bağlayıram. Hədə reallıq da odur da, gəl belə danışaq. Misal üçün, səndən öz aramızdan danış gələk, geçsin də məsələ. Sənə borc vermişəm. Məndən borc almışsan, nə qədər almışsan? 50.000 almışsan. Söz vermişsən ki, hər ay 10.000 ödəyəcəksin. Düzdürmü? Gəldin 5-ci ayın sonunda dedim ki, bir dənə haqq hesab edək, gör nə qədər pul ödəmişsən. Gəlirik 5-ci ayın sonundakı sənin ümumi ödəmələrinin hamısı gəlib eləyib 40.000. Sənin mənə nə qədər borcun var? 10.000 bağlamayın. Yəni belə deyək də, yox 10.000 yox. Nə qədər ödəmisənsə o qədəri bağlamalıyıq da söhbətdə.
Sənin o həmin əməliyyat yerində. Burada isə orada ödəmə sözü yoxdur. Ödəmə bir dəfə olunur. Borclanma ilə bağlayırsan. İstifadə hüququ ilə bağlayırsan da. Bəli, bəli. Mən eyni Bu sualın cavabını deyən olacaq. Nə idi cavabı? Görək A'dır. Baxın uşaqlar, yuxarıdakı əməliyyatın sadəcə sualıdır. Nə dəyişibdir? 6 aylıq olub 5 aylıq. Diqqətli olmaq lazımdır. Zaten orada sənə izah verib də. Və sən onu gələcək dövrün gəlir olduğu, xərci olduğunu qəbul etmirsən. Onu buradan müəyyənləşdirmək 2 vur 2-dir. Müəssisə göstərəcəyi xidmətin haqqını öncədən alır. Mən burada gələcək dövrün gəlirini soruşsaydım onu seçməliydim. Yəni soruşduğu şey netlik. Sadəcə əməliyyatı sor. Hə, bunu mu deyirsən? Aha. Sən yanlış yerə baxsan, tarixi görürsən, tarixin qabağına nə yazılıb? Bəli. Mala görə gələcək dövrün xərci ola bilər. Yəni tarixi boş ver. Hə. Gələcək dövrün xərci nə zaman olurdu? Xidmətlə xərc olunur. Birinci uyğun gəlir də. Bilirəm. Deyir, Ertok MMC yeni sifarişlərini Türkiyədən almaq üçün əlavə pul vəsaitinə ehtiyacı var. Ertokda pul lazımdır. Yəni, mal sifariş verəcək pul lazımdır. Bu məqsədlə dost təşkilatı olan Yıldız Elektrik MMC-dən illik faiz dərəcəsi 10% olmaqla 3 aylıq borc alır, 51.000 manat. 51.000 vəsaiti almışdır. 51.000 manat borc alır. Alınmış borc kassaya mədaxil edilmişdir. Faiz məbləği üçün Ertok MMC-nin mühasibi hər ay üçün faiz borcunu hesablama edərək müxabirləşməni sistemə qeyd edibdir və aylıq faiz ödənişini bank hesabından ödəyibdir. Ertok MMC ikinci ayın sonunda əsas məbləğin 50%lik hissəsini kassadan nəqd şəkildə ödəmişdir. Əməliyyatların müxabirləşməsini qeyd edin. Qeyd olunan müxabirləşmələrin nəticəsinə əsasən hesabların qalığını qeyd edin. Baxın, bayaq deyirdim, dövrəyə qalıq məsələsi hesab qalığı ilə bağlı. Onun əməliyyat budur. Əməliyyatımızı müəyyənləşdiririk. Birinci adını. Bu necə bir əməliyyatdır? Bu bir borc alışı əməliyyatıdır. Biz Ertokun mühasibəyə yaxınıq. Borc almışıq. Amma necə borc almışıq? Faiz öhdəliyi yaradan bir borc almışıq. Bu borc faizlidir, faizsiz deyil. Amma dost təşkilatdan almışıq. İllik faizini də bilirik ki, 10%dir. Birinci neyinəcə borcumu alacağım? Borcumu aldığım zaman hara deyibsə oranı, bəli, debit, kredit, yenə məbləğ. Nə tər rəng istəyirsən. Fikir ifadə etmiş ol, əməliyyatı doğrudur bizim üçün. Biz deyir ki, 51.000 manat pul almışıq. Hara almışıq pulu? Kassaya deyir, düzdür? Feykoz var, bu məqsəd ötürkən 10%. Bəli, kassaya mədaxil eləmişimsə 221. Seçdim. Bir dənə uşaqlar, bunun içərisini ümumiyyətən şeyliyim. Əməliyyatın. Balacalaşdırım ki, hamısı görünsün bircə dəqiqə. Aldım. Bu mənim aldığım borcdur. Amma bu borc faiz öhdəliyi də yaradır. Bu mənim, bəli, faiz öhdəliyi yaradan bir borcumdur. Və müddəti 3 ay olduğuna görə bu qısa müddətli bir borcdur. Yəni hesabıda 500-lərdə axtar müəllim nömrəni axtaranda. 500 neçədir bu? 37-dir, 32-dir. 504-ü oxuya bilərsiniz mənim üçün zəhmət olmasa. 537 faizin öhdəliyidir. Mən bura əgər 51.000 yazsam, rəhbərim çaşacaq. Əməliyyat doğru olmayacaq. Mən bura 507 qeyd edəcəm. Faiz xərci yaradan öhdəliyim və ona da 51.000-i qeyd etdim. 51.000 oldu mənim faiz xərci yaradan borcum. Eyni zamanda hər ay üçün mənə faiz yaranır axı. İllik faiz nə qədər demişdi? 10%.
10% nə qədər eləyir bunu? 2100 13. 5100 Aya da 400. 412-yə bəli. Allahdan bu tərəf yaxşıdır heç olmasa. Yoxsa mən 425 tamam. Hə, 425 ilə aylıq faizimizi müəyyənləşdirdim. Mən niyə o dəqiqə aylıq faizi hesablayıram? Çünki faiz fəsləri ayın sonunda yox, əvvəlində bu cür əməliyyatlarda şirkətlər arasında. Bəli, əvvəlində istənilən bir şeydir. Öhdəlik ayın əvvəlindən yaradılır. Bu ay mən pul verdim sənə. Ayın biri verdim sənə. Ayın biri mən özümü sənə həmin ay üçün borclandırıram. Sən o pulu mənə ayın sonu ödəyə bilərsən ha. Bu mənə maraqlı deyil. Sən ayın 10-u da ödəyə bilərsən, 15-i də ödəyə bilərsən. Sənə görə günlük faiz hesablamayacağam. Sən həmin ay mənə bütöv borclusan, faiz borcunu. Yəni 425-i. Ona görə faiz xərcimi hara yaza bilərəm? 751-ə. Maliyyə xərclərim 507 deyil. İndi isə 537-ni yazmalıyıq, bəli. Çünkü faiz aşağı. 425 yazmışam değil mi? Nə yazmısan? Al. Ana azaldı. Yani aynı. Yazmış. Alır bu. Vermir ha yazıq. Sən buna bax. Durduq yerdə dost təşkilatının mühasibinə çevrilmisən. 25 diyor. Tərsini etdim sən əməliyyatı. Borcu verən tərəfdəsin. Yox, burada sən alırsan. Ki, o təzə mallar almaq üçün pula ehtiyacı var. Gedib Yıldız Elektrikdən borc alıb illik 10%-lə. Ki 3 aylıq mənə borc ver, 3 ayın sonunda hamısı qaytaracaq. Sual oxumusunuz. Nə deyir gör sual sizə? Siz gedib Yıldızın mühasibə olmusunuz sadəcə. Baxın, yenə səhv etmişsiniz, amma səhvi bilmədiyinizi görə etməmişsiniz. Əməliyyatı özünüzü başqa bir mühasib şirkətin qarşı tərəfin mühasibi yerinə qoyduğunuz üçün əməliyyat səhv olub. Siz borc verən kimi sualınızda onu etsəydik düzdür, bəli. Amma siz borc verən tərəf deyilsiniz ki, borc alan tərəfsiniz. Birinci ayımı qeyd etdim. İkinci ay diyor. İkinci ayına qeyd edəcəm. Heç bir şey qeyd eləməyəcəm. Bir dənə də yaza bilmirəm, belə nəsə çox böyük işarəliyir. Bir dənə də 751 verəcəm. Bir dənə də 537 verəcəm. Yazır ki, ödəyib. Yazır ödəyib. Beni ödemiş yok. 200 Aylık şey. Qeyd edir. Yok ben değil yani. Harda yazır? İkinci ayın sonu. Esas meblağ. Ben de aynı. Hə, o zaman ödəyir, bəli. Siz düz deyirsiniz. Mən heç onu görmədim. Niyə görmədim? Ödəmək istəyirəm. Hara ödəyim mən? Nətər ödəyim mən? Yəni niyə? Ödəyəndə niyə elə olur? Niyə mən 537 debitə yazmaq məcburiyyətindəyəm ödəyəndə? Bəli, öhdəliyin azalır. Yenə təcrübə düşdün, ki, görən yenə nə baş verir orada? Bəli, əmin olmalısın. Öhdəliyin azalır debitdədir. İlqar müəllim yox, kim olsun o yenə debitdədir. Yəni dəyişən bir şey yoxdur. 537 debitə pulu bankdan ödəyirdi. Ben 223 425 manat. İkinci ay yeni hesabladı. Yine ödənişini edirəm. 537 223 hər ay əvvəli hesablayıram hə. Çünki ayın əvvəlində hesablayıram, ayın sonunda da ödəyirəm. 50%'ni çık. 50% ödəməmişəm ki. 8 ay İkinci ayın faizini hesabladım da mən. İkinci ayın hansı tarixində baxın. Qasım nə deyir? Deyir müəllim sən səhv edirsən. Mən də qəbul edirəm. Ki bəli mən səhv edirəm, amma hansı şərtə əsasən? Qasım düşünür ki, ikinci ayda bu pulun 50% ödənilib. Mən 425 manat hesablamamalıyam. Düzdürmü Qasım? Məntiqi yanaşmam buydu da. Amma mən də qayıdıb Qasıma sual verim. Qasım 50% nə zaman ödəyim? Net mənə tarixidir. Nə zaman? İkinci ayın sonunda ödəyim. Yəni bayaq mən nə dedim? İkinci ayın ortasında belə ödəmiş olsa, həmin ayın faizidir. Növbəti ayın birinə keçmişəmsə hesablamamı aparıram. Yəni faiz öhdəliklərimin hesablanması hər ayın birinci günü. Birinci isti. Yəni bu mənə borcludur. Yəni mən bunu etməm lazımdır. Yəni mən alsam, mən versəm faizi qarşı tərəfi debitor kimi debitorlandıracağam. Əgər yox mən almışamsa özümün borcunu yazacağam ki, ayın əvvəlində. Borclandım.
İndi isə bəli, Qasımın dediyi hissəyə gəlirəm. Ayın sonu ödəmə mərhələmə gəlirəm. Nə deyir? Deyir, əsas məbləğin bəli, 507-nin 50%-ni ödəyir. 507-nin 50%-i nədir bizdə? Ayın sonu 50%-lik məbləği ödəməliyəm artıq. Ödəyəndə baxın, bax burada ayırmışdıq bəri başdan. Bəli, X gəldik debitə. Düşdük deyib özümü də əyirəmi da psikopat oldum. Hardan ödəmişdi biz? Bəli, pulu ödədiyi artıq məkanı da bildirir. Pul vəsait hesabında aktiv hesab azaldı. Artıq çox şərh verməyəcəm. 51.000-in yarısı. 25.500. Oo. 5.000, bu da 500'ü. 500 yine yoktu. Rəqəm yaza bilmirəm. Hə, getmir. Pulu ödədim. Gəldik 3-cü ayın 1-inə. Nə araq? Yenə faiz. Əlbəttə yenə faizim. Hələ də adam mənə borcludur. Bilmirəm. Ola bilər. Nədir? Ödənib Mən amma birinci müqaviləşməmi yazmaq istəyirəm. Müqaviləşməmi yazdığımda 751 qoy onu yazıb bura rahat söhbət edək. 751 535 gəlirəm rəqəmə. 35 nədir bu? 507. Üzr istəyirəm. 537. Hə, indi müzakirəyə davam edə bilərik. Buradan da ikinci ay. İkinci ayda ödədim. Necə hesablamağı düşünürsünüz rəqəmi? Tamam, Onun faiz. tamam. O da tamam. Qalan ailələri bir aya. Məncə bu daha doğru. Eyni rəqəmi alırsınızsa doğrudur, almırsınızsa doğru deyil. Ticaret parasının ödediği yerde faizini itibarı. Başta elde bilmiyorum faizini. Bu şekilde al. Yok ki indi faiz. 51.000'in o faizini bax özün deyirsən. Bax Sevana. 51.000'in o faizini alır. İndi isə 3-cü ayın sonuna qədər olsaydı sən deyən idi. Çünki 3 aylıq idi müqaviləsi. İndi isə 2-ci ayda məbləği ödəyib baxın. Hayır. Əlbəttə təsir edir. Qoy bir dəqiqə. Davamı qaldı ki, rəqəmi deyin. 220 13'lükte. 212.50 bəli. Hesablamasını mı? 25.510 faiz. Hesaplaması zəhmət olmasa sizlərin üzərinə düşdü. Çəkilə xanım izah eləmə. Sonra 12 aya bölünür. Və bu açdığım böyük yeri də bağlayım. Şey, Bitti. Başqa nə istəyirsən? Hə, o başqa aləmdir. Nəyin qalığını istəyir bizdən? O yadımdan çıxmışdı la. hesaplar. Hansı hesabların qalığını istəyir sizcə? Öhdəlik hesabının qalığını istəyir bizdən. Ki, nə qədər borcunuz var deyə. Sizdən başqa istəmir, bəli. Sizdən 507 ilə 537-nin qalığını istəyir. Neyle? 507 ile. 507 ilə 537-nin. Hadi, bəli 507-də yarısı qalır. Çıxacaq, bayaq kimi çıxacaqsan da. 537-də nə var bə? 537-də kreditinə debitin çıxdı ha. Neden ne için? Məcburdur. Nə var vəziyyətdə onu soruşur səndən. Necə? 537 sıfırdır. 537-ni ödəyib, 212-ni ödəməyib baxı. Orada da 212 manatda qalığı qalır. Ha. Bu da belə. Növbəti sual. Bunu biraz balacalaşdırıq. Hiç onu değil. Şöyle mən əmək haqqını izah eləməliyəm. Ya bunun sadeleşmesini geliyor. Əminsiz? Ne hesaplar faydalı. Müsabiləşmə hətta onu bilməsin. Hətta prezentasiyası da var müsabiləşməsi. Gelmiş. Resim kimde bak yani. Bax, mən şifahi olaraq deyim, sizdə qalsın da. Birinci qros əmək haqqının müxabiləşməsi gedəcək. Debitdə xərc, kredit yəni məsələn inzibati və yaxud da ki kommersiya fərqi yoxdur. Bəli. 533-ü qeyd elədin qros əmək haqqını.
Sonra əmək haqqının tutulmaları qeyd eləməyə başlayacaqsan. Həm iş 533 debetdə, nələrə tutursansa onlar kreditdə. Birinci 521 gəlir vergisi. Ondan sonra başlaya bilərsən DSMF, ondan sonra işsizlik və yaxud da ki, icbari tibbi sığortanın cəmini sonra tutulmasını edəcəksin. Bəli. sonra işə götürəcək. Sonra da ki, götürən ki, bəli. Yəni gəlir versin. Sonda işə yoxdur. Üçüncü, Gəliri qeyd edir. yəni bu əməliyyatı dayandırıram. Öyle. 9-cu sualı unutmayın heç vaxt, xahiş edirəm. Yəni 9-cu sualı bütün əməliyyatlarınıza, həyatınızın bütün əməliyyatlarına tətbiq edin. Ha, yəni etdiyiniz hər şeyə. Onu sadəcə sizə bir şok terapiya kimi edirdim ki, arada bax sizi bu gözləyir. Yəni, həqiqətən gözləyir. Yəni göz yumulu iş görmək olmaz, əzbərə iş görmək olmaz. Hə, mən bu satış eləyəndə maya dərinin silinməsinə onsuz da sistem verir. 100 çönlərə o tərəfə baxmır, elə söhbət yoxdur. Bir an bara bax, gör orada var o. Yazırsan oraya. Heç olmasa adına bax. Gör sənə rəsmi nə gəlib bunun adı. Elektron qayməyə bax, balın koduna bax. Gör bunu bura bu cürə yazmaq doğrudurmu, deyilmidir? Yəni ona o cür baxdıqdan sonra hə əməliyyat icra edə bilərsən. Yavaş girirsən. Yalan edir. Sonra 10-cu sual. Ertok MMC oktyabr ayının 1-də Mustafa Makina MMC-yə 9 ay müddətində illik 15%-də 100 min AZM borc verir. Sizdən danışıram. Bax, indi bunlar verir borc. Yəni Ertok pullanıb artıq borc verir. Amma gör nə qədərdirsə, özü 10%-lə aldığı borc alan vaxtları götürüb 15%-lə illik borc verir. Faizlər aylıq olaraq hesablanıb və müddətin sonunda ödənilib. Əsas məbləğdən 40 min AZN hissəsi 6-cı ayın sonunda kassamıza nəqd formada ödəyiblər. Müqabilləşmələri qurun və faiz gəlirini hesablayın. Uşaqlar, əməliyyatı oxuyuruq. Ertok MMC A tarixində Mustafa Makinaya 9 ay müddətinə illik 15%-lə 100 min manat borc verir. Bax, deyir ki, verib. Borcu kim verir? Ertok verir. Biz kimik? Ertokun mühasibi. Yəni pulu verən tərəfdə biz varıq. Biz pul veririk. Ona görə bu bizim verilmiş borcumuzdur. Alınmış borcumuz deyil. 233 və 9 ay dediyinə görə qısa müddətli qeyd edirəm. Və pulu hardan veririk deyir? Demir kassadan veririk. Kassa demədiyinə görə, işlətmədiyinə görə 223 bank seçirik, məbləği də 100 min seçdik. Keçdik ikinciyə. Pulu verdik, növbəti şərtimizdə deyir ki, illik 15%-də, yəni 1 ilə 15 bin manat mənə faiz borcu əmələ gələcək bunun. Mənim faiz alacağım əmələ gələcək. O zaman nə baş verir rəqəm? İllik 15 binimi bölməliyəm 1 ilin rəqəminə 12-yə. Nə qədər edir? 1250. Güzel. Tamam, rəqəmini soruşaram. İndi gəlirik, bu mənim nəyim olur həmişə? Həm də faiz gəlirim olur. Çünki bunu mənə kimsə ödəyəcək. Mən mal satışından əldə etmirəm ki bunu. Faizdən əldə edirəm. Ona görə bu mənim faiz gəlirimdir. Həm də faizə görə alacağımdır. Mən bunu o biri hesablarla qarışdıra bilmərəm. Ramiya, bax, bilsən nətərdir məsələ? Mən normal mal satdığımda, xidməti satdığımda hər zaman debitora nə qeyd edirdim? 211. İndi də debitorum yaranır. Satış həmin satışdır. Sadəcə olaraq eyni çeşid yaza bilmərəm. Bu mənim mal xidmət satışımdan deyil. Faiz satışımdan gəlirimdir. 216-dır səhv eləmirəmsə hesab nömrəsi. Səhvəmsə düzəliş verir. 211-in əvəzinə, yəni debitorun yerinə buna yazıram faizlər üzrə. Debitor. Satışıma isə 631-in sub hesabı var. Biz 631 götürsək kifayət edir. Sağ əməliyyat gəlirlərini götürə bilirik. Sağ gəlir 611 idi deyəsən. Bu faizlə bağlıdır. 631 bəli. 631 birdə var ki, faiz gəlir. Xodiyə sahələ bilər. Və 1200 nə qədər idi? 1200. Hamısını tut. Yox. Yox, bu da demirəm. Bir ayet soruşuram. 1250. Çünkü orada gelirsin. Ben de altın. Bu böyle. Şükür. Bu da qəşəngdir. Əla. Tamam. Bizə arxadan nə deyir bu? Yəni sualın arxasında faizlər aylıq olaraq hesablanıb
və müddətin sonunda ödənilib. Hesablamışam, müddətin sonunda ödəmişəm. Bu sizə qurulmuş bir tələdir. Yəni bunu net olaraq anlayın. Tələ olduğu yer haradır? Müddətin sonunda ödənilib deyirsə, hansı müddətin sonunda? Yəni bütün hesablamalar gedib, müqavilə müddətim nə zamandırsa, faizlə bir yerdə, əsas məbləğlə bir yerdə ödəməmi mən orada etmişəm. Yəni müddət sonunda sıfırlanmışam mən. 9-cu ayın sonunda sıfırlanmışam. Deməli mən nə etməliyəm? Bayaq Nazlı Girdariyə qoymadı həmin yerə gərək. Siz onu gördüyünüz zaman istər-istəməz bura 9 ayın faizini rahatca yazmaq istəyirsiniz. Yəni 15.000-i 12-yə bölüb 9-a vurub yazmaq istəyirsiniz bura. Hə, ora diqqət etmək lazımdır ki, 6-cı ayda faizin hesablaması dəyişir. Çünki biz ayın dövrün sonunda ödəyəcəyik hər şeyi. Amma nə badə isə dövrün ortasında kassamıza nəqd formada pul gətirib ödəyiblər. Bax, yenə kassamızda görsənmi? Bankdan vermişik, kassadan alır. Ona görə mən bura birinci 2 əməliyyat girməm lazımdır. Birinci hesablamamı etməm lazımdır. Ayın neçəsi? Əslində bir müqaviləşmədə yaza bilərsiniz, amma sizə çətin olar. Birinci 6 aylığı qeyd eləməlisiniz. 7500. Mən niyə bu yazmışam? Hesabı səhv yazmışam. İkinci dəfə şərt oxuyanda sildim onu, etdim. İndi 40.000 bizə gəlməsi lazımdır. 221 kassamız artdı. Pul bizə hardan gəlir? Hara vermişdik pulu? 233-ə. 33 endi kreditə 40.000. İndi növbəti 3 ayı hesablaya bilərəm. Artıq. Növbəti 3 ayı 60.000 üzərindən hesablanacaq. 60.000-in 15%-nin, bəli. Yenə 216. Yenə 631. Nə qədər? 2200. 2250. 50. Tamam, 50 olsun. 2250. İkinci əməliyyatımı da verdim. Və mənə nə demişdi? Dövrün sonunda əməliyyatlar bağlanıb demişdi. Dövrün sonuna gəlirəm. Birinci mənim faizimi ödəsin zəhmət olmasa. Mənim nə qədər faiz qalığım var? 2250 manat 1. 7500 manat 1. Onu bilmək üçün sizin yerinizə olsam 233 debet deyərdim. Sonra başqa hesabım nə var orada? 216 debet qalığı deyərdim və onları hesablayardım. 216-da baxaram ki, mənim debitlərim vardı, ancaq kreditim yoxdur, ödəmə yoxdur. Deməli, mən onda 216-nın debit qalığını tapmaq üçün 7500-lə ikinci partiyanı 2250-ni toplayıb, bəli, 9750 qeyd eləməliyim. Tapdım ki, mənə bu qədər faiz ödəməlidir. Gəlirəm. Mənə faizimi ödəyəndə 223 bankam, kassam ödədiyi qeyd olunmuyor. Mən də bank seçdim, pulum artdı və nə azaldı? 216 azaldı, bəli. Bu harda borclandırmışdımsa onu, həmin borclandırmanı əks istiqamədə keçirtdim. 216 azalma verdim. Nə qədər məbləğ? 9750 manat. 9750. Faiz ödəndi. İndi isə keçirəm əsas borc məsələsinə. Əsas borcumu mən ona vermişəm. Debitində bərabər deyirəm. Artan yer debitdir deyə birinci debiti yazıram. 100.000. Çıxıram. 233-ün kreditində hansı rəqəm var? 40.000. O da bərabərdir 60.000. Deməli, mənim bank hesabıma hələ 60.000 də ödəyəcəklər. Bunu kim ödəyəcək bəs? Hansı hesabdan gələcək bu? 233-dən gələcək, bəli. 60.000. Dövrün sonu bağlandı. Əməliyyatımız da connect. 12-də başqa şirkətlərdir də. Burada şey deyil deyə, çaşdırmayın, Ertok deyil deyə. Deyir ki, CMMC xarici müştəridən 15.000 USD avans alır. Yəni dollardan avansı alır. Amma biz bunu dollarla qeyd edə bilmərik uşağı. Hamısı bana çevirin. Bəli. Birinci, yenə bunu eləyim ki, hamısı da eynicil olsun. Daha qısadır. Deməli, debetimiz, kreditimiz və məbləğimiz qeyd edək.
Avans almışam, dollardan almışam. Bu mənim bank hesabıma gəlməsi lazımdır beynəlxalqdırsa. 223. İnşallah iş yerinizdə isə yazanda onu sub hesabı ilə yazacaqsınız. 223 2 deyə, valyuta hesabı deyə. Bunu sizə kim verib? Avansı 543. Onu da iş yerində 543 2 deyə seçəcəksiniz. Məbləği Və keçdiniz məbləğə. Nə qədər verib? mən hamısını çevirib 26.250 yazdım. 26.200 nə qədər? 250 hesablamışam. 250. Qarşısına da qeyd eləmisiniz. Valyuta olaraq 15.000 USD. Bilmirəm 26.250 eləyibdi Fərxan. Kursu bəlkə biraz yuxarı götürsən. Mən səhv hesab. 1000 manat qırdısan yeyint edirsən. Yəqin ki. Düzdür. Biləməyəcək yox. Tamam. Avansı aldım. Mənə deyir ki, məzəndə həmin vaxtda 1.70 olubdur. Mən də 1.70-dən hesabladım. Avans bank vasitəsilə daxil olub. Daxil olan məbləğin 5000 USD hissəsi kurs 1 USD-si 1.93-dən konvertasiya olunaraq AZN hesabına əlavə olunmuşdur. Yəni pulu banka demişəm ki, bir dənə dəyiş mənim manat hesabıma qoy da. Yəni zəng elədim dedim. Bank da indi onu konvertasiya edib manat hesabına qoymalıdır. Deməli məndə birinci hansı proses baş verməlidir? Pul mənim 223, burada yazmaq məcburiyyətlidir ki, qarışmasın. 223.2, yəni valyuta hesabımdan çıxmalıdır. Fərq etməz yəni, valyuta hesabı olsun. Bu pul azalması üçün keçməlidir kreditə 223.2. Valyutadan çıxır nə qədər? 5000 USD. Bu da çıxanda hansı dəyərdən çıxacaq məndən? Yəni 5000 USD-lik hissəni mən konvertə edirəm. 1.70 ilə idi də məndə 8500 manat edəcək. 8500 AZN kursu da olacaq 5000 USD. Pul çıxdı. Pul ama hara getdi? 222'ye getdi. Yolda olan pul köçürməsinə. Yox. O elə yolda olan puldur. Köçürtdük qaldı aralıqda. Bəs nə etdilər? Bu pulu konvertə edəndən sonra, dəyişəndən sonra pulu bizə geri qaytardılar. 222 keçdi kreditə. 222. 221 oldu. Bəli, 223 1 oldu. AZN hesabı keçdi debitə. Maraqlı sual. Nə qədər oldu? Dolar. Malı mesela 5.90 çok var. Aha. Orası Final beş- güzeldi. O alana Bir gelsin. ikinci vurun mərhələli gedin. Bura maraqlı sual nüans. 1650. 9650 manat. Bu müxabirləşmə düzdürmü? Bəli, düzdür. Bu hesabımıza gələn pul bu qədərdir. Amma ortada əksi olan bir durum var. Biz sizlə pul vəsaitlərini öyrənəndə nə demişdik? Yolda olan pul köçürmələrdə qarğı olmur. Yəni orada rəqəm sadəcə dəyişir. Bizdə isə yolda olan pul köçürməsində 8500 manat vermişik. Oradan bizə 9650 manat qayıdır. Nə qədər fərq var ortada? 1150. Bəli, 1150 manat gəlir var. Sen benim. Biz onu necə bağlamamız lazımdır? Orada sub hesablara baxın yeri var. Mən amma 611 qeyd edə bilərəm. 631-in də içində ola bilər ha. Məzəndə fərqindən gəlir. Ya 611-in ya 631-in içində olacaq. 1900 nə qədər idi? Gözə izah edirəm. 1150 manat. Debitdə də 220. Bəli, 222-nin mənfisi burada bağlandı. 222 yolda olan pul köçürməsi. Sən də bunu gəlirin kimi də tanımış oldun. Artıq mənfəət və zərər hesabatında 611-də gəlirləri toplayacaqsan bir yerə. Gəlirin içərisində 1150-də gedəcək və onun məzəndə gəliri olduğunu da görəcəksən. 222-nin də qalığı 0 olacaq. Bank hesabında pulun zaten 9650 idi. Eyni rəqəm də görünür. Valyuta hesabından çıxan pul 8500 dəyərlə çıxıb. O da doğru dəyəri göstərir. Bütün hesabların kapitolojisi yerindədir. Yəni sən əməliyyatı doğru icra etmirsən. Sən yaxşı.
Güzel olur. Başqa əməliyyatı yoxdur. Müsavirləşmələri qur deyir sadəcə. Bir dəqiqə. Mümkün. Bəli, proses qurtardı. 5 milyon. Ben hesaplıyorum. Bir dönem var.